Salam, canlı yayında Region News'un informasiya buraxılışıdır. Mən onun aparıcısı Turac İbrahimovayam. 19 yanvar İsa Məsihin vəftizi, yəni xristianlığı qəbul etdiyi gündür. Müqəddəs pravoslav kilsələrində bu bayramda İsa Məsihin Yəhya tərəfindən İordan çayında suya çəkilməsi yad edilir. Bu 12 qədim xristian bayramından biridir. Məhz bugün vəftiz mərasiminin və kilsənin ilk müqəddəs ayininin təməli qoyularaq Gürcüstanın bütün fəaliyyətdə olan kilsələrində təntənəli ibadətlər qeyd edilir. Bugün İsa Məsihin İordan çayında suya çəkildiyi gündür. Həmin gün üçlük insanlara görünmüşdü. Bu hadisə qaranlıqdan aydınlığa çıxışa əlamətdir. Həm də xeyrin şərə qalib gəldiyi gündür. Möminləri bu müqəddəs gün münasibəti ilə təbrik edirəm. Kömokartlı bölgəsində yağan güclü qar bələdiyyələrdə nəqliyyat və infrastruktur baxımından müəyyən çətinliklər yaradıb. Vəziyyətə vaxtında reaksiya vermək üçün bütün müvafiq xidmətlər işə cəlb olunub. Yüksək dağlıq kəndlər də daxil olmaqla yolların təmizlənməsi işləri davamlı olaraq davam etdirilir. 2 gündür Kömokartlinin hər bir bələdiyyəsində dayanmadan qar yağır. Xüsusən dağlıq bölgələrdə aramsız qar problemlər yaratdı. Müvafiq olaraq da yaranan vəziyyətdən irəli gələrək hər bir bələdiyyədə qaynar xətt fəaliyyətə başladı. Yollar müvafiq texnikalarla təmizlənərək texniki duz tökülür. Arası kəsilməyən qar həm də elektrik enerjisini kəsdi. Elektrik idarəsi mərhələ ilə nasazlığı aradan qaldırır. Güclü qar yağışı fonunda Marneuli bələdiyyəsində artıq ikinci gündür ki, intensiv yol təmizləmə və yolların təmizlənməsi işləri aparılır. Bugün Terakvi kəndində yerli hökumət nümayəndələri iş prosesi ilə tanış oldular. Onların sözlərinə görə hazırda bələdiyyədə nəqliyyat vasitələrinin hərəkəti tam bərpa olunub. Marneulidə pis hava şəraiti səbəbindən 10 yüksək dağlıq kənddə problemlər yaranıb. Ən çətin vəziyyət Şaumyan Terakvi hissəsində qeydə alınıb. Meriya sakinləri səyahət edərkən diqqətli olmağa və müvafiq tövsiyələrə əməl etməyə çağırır. Bildiyiniz kimi Gürcüstan miqyasında arası kəsilmədən qar yağışları davam edir. Marneulidə dağlıq kəndlərdə müəyyən problemlər yarandı. Dünəndən başlayaraq bu ərazilərdə təmizlik işləri aparılır. Yol departamenti ilə əməkdaşlıq edirik. Hazırda heç bir istiqamətdə yollar bağlanmayıb. Nəqliyyat hərəkəti normal davam edir. Buz, güclü qar və çətin meteoroloji şərait səbəbindən yolların bəzi hissələrində qoşqu və yarım qoşquların hərəkəti məhdudlaşaraq xüsusi hərəkət rejimi tətbiq edilib. Qoşquların və yarım qoşquların hərəkəti Qoda, Parçxisi, Manglisi, Çalqa, Ninocminda yolunun Qoda kəndi, Parçxisi, Tetriçqaro yolunda Alget və Ayazma, Ninocminda, Marneuli, Tetriçqaro, Çalqa yolunda məhdudlaşdırılır. Yol idarəsi əhalinin müəyyən edilmiş qaydalara riayət etməyə və qış təkərləri ilə hərəkət etməyə çağırır. Tbilisi Polis Departamentinin əməkdaşları Rusiya Federasiyasının vətəndaşını külli miqdarda narkotik vasitələrin qanunsuz alınmasına, saxlanmasına və satışına kömək etmək, eləcə də tərkibində narkotik maddələr olan bitkinin qanunsuz əkilməsi ittihamı ilə həbs ediblər. Axtarış nəticəsində xüsusilə külli miqdarda qurudulmuş marixuana və kannab bitkisi sübut kimi müsadirə edilib. Cinayət 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrum etməni nəzərdə tutur. Və salam, hörmətli tamaşaçılar, bu mənim əlimdə olan son məlumat idi. Yenidən görüşmək ümidi ilə sağ olun, sağlıqla qalın.